Salam dostlar, bu videoda Samsung Galaxy Note 5'in kutu açılımını eləyirəm dostlar. Başlayaq. Gördüyünüz kimi belə bir ağ kutuda gəlir. Arxasına baxaq. Arxasında gördüyünüz kimi 4G LTE olduğunu deyir. 61 bit octa-core prosessoru var. 4 GB RAM var dostlar. Quad HD AMOLED display var. 16 megapiksel ön kamerası var. Selfie kamerası ise 5 megapikseldir. Wireless charging var. Amma charging pad yəni lazımdır deyir. Knock protected və 32 GB daxili yaddaşı var dostlar. İndi isə gördüyünüz kimi burada da həmçinin 32'lik olduğu yazılıb. İndi isə kutunun açaq. Gördüyünüz kimi kutunu açan kimi bizi telefon Note 5'in özü qarşılayır. Bunu sonraki videolarımda sizə icmalını eləyəcəm. Bunu qırağa qoyaq. Gördüyünüz kimi burada bir əslində iynəsi olur nömrəni taxmaq üçün. Burada bir bölmə var. Gördüyünüz kimi burada bir bölməsi var. O bölmədən nömrə taxılır. Onun üçün də bir iynə verilmişdi burada. Onu mən çıxartmışam. Sonra bunu çıxardaq, qırağa qoyaq dostlar. Gördüyünüz kimi sonra Quick Start Guide gəlir. Bunun içində də bəzi başlanğıc şeylər var, öyrədir sizə. Sonra isə gördüyünüz kimi belə bir qəşəng naushnik verir dostlar. Bunun da belə klonkası var. Gördüyünüz kimi. Sonra buradan adapter əslində gəlir. Adapteri mən çıxartmışam. Və burada bəzi şeylər var. Gördüyünüz kimi bunların bəzilərinin olduğunu bilmirəm. Amma bu iynə kimi gördüyünüz kimi burada bir şeylər var. O da nömrəni çıxartmaq üçün, bunun nə işə yaradığını bilmirəm. Gördüyünüz kimi. Və kutumuz belədir dostlar. Gördüyünüz kimi bura belə oldu. Gördüyünüz kimi bəzi şeylər çıxdı. Yəni tez başlanğıc, düymə və üstünü bağlamaq üçün. Burada adapteri və iynələri bəzi şeylər var. Və bu da naushnik. Bunu da yaxşılığını sonraki videolarımda görəsiniz dostlar. Neyse dostlar, videomuz bu qədər idi. Daha çox belə icmalların, yəni kutu açılımlarının gəlməsi aşağıdan videonu bəyənin, kanalıma abunə olun, suallarınızı rəylərdə bildirin və videonu paylaşmayı unutmayın dostlar. Sağ olun. Meyvələri, yəni sandviçləri və s. deyir, onu sürüşdürməyin. Ondan qidalanası da emoji. Play basaq. İndi deyir ki, oyuna başlamaq üçün bunu